Gecə saat 1 radələrində mən evdə idim. Qardaşım gəlini gəldi. Onun başını kəsdilər, onun başını kəsdilər. Biləsuvar rayonunda cinayət hadisəsi baş verib. 64 yaşlı Məhbubə Mikailovanın qonşusu 23 yaşlı Xəyal Qubadlı tərəfindən bıçaqlandığı bildirilir. Mən özüm şəhərdə işləyirəm, anamla yoldaşım qalır. Oğlan pəncərədən girib, girəndən sonra görüb anam orada uzanıb. Uzandığına görə deyib, sən gördün məni, sən öldürəcəm. 29 dənə bıçaq vurub anama. Birində xılxına, 30 dənə bıçaq olub. Mən öz evimdə. Qardaşım evdə olmamağına görə gəlin tək qalmasın, gəlib gəlinlə qalıb. Gəlin gəldi ki, dedi, onun başını kəsdilər. Dedi, kimdir? Dedilər, qonşu Xəyal. Onu dedilər mənə. Mən də elə maşına mindirdim, öz maşınıma mindirdim, xəstəxanaya çatdırdım. Çoxsaylı xəsarətlər alan Məhbubə Mikailova Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə qadının müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Xəyal Qubadlı polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.